Sabahınız xeyir olsun. Mən Fizik Akademiya İnformatika müəllimi Məxluqə müəllim. Gəlin bugün sizlərlə növbəti sınağın izahına baxaq. Sual belədir. Verilmiş proqram fraqmentini icra edilərsə, simvollar ekranda hansı formada görünəcək? İlk növbədə birinci printdən başlayıram. Birinci A simvolum gedəcək çapa, ardından S funksiyası icra olunacaq. Yəni ət işarəsi gedəcək çapa. Sonra B gedəcək çapa, ardından ət simvolumuz yenidən gedəcək çapa. Və ən sonda S gedəcək çapa, S-dən sonra bir ədəd gördüyünüz kimi ən sonunda boşluq var. Boşluğumuz gedəcək çapa. Daha sonra isə növbəti səfər. Burada gördüyünüz kimi D/N-Y var. Yəni D çapa gedəcək, /n yeni növbəti deməli sətirdən mənə verəcək və ən sonda da ulduz işarəsi. Nə edəcək? D-ni verəcək çapa, yeni növbəti sətrə keçirəcək və ən sonda bir dənə də ulduz işarəsini atacaq bura. Ən sonda növbəti printdə isə SD olduğu kimi də deməli nə olacaq? Ekrana çıxmış olacaq. Beləliklə, deməli, mənim çapıma nə çıxdı? A, ət işarəsi B, ət işarəsi C, daha sonra nə edəcək? D-ni verəcək və D-dən sonra növbəti sətirdə yeni verəcək və yenidən CD çapa çıxmış olacaq. Növbəti suala keçək. İkinci sualımız. Deməli, deyir, aşağıdakı proqram fraqmentinin icra edilərsə, A, B və C dəyişənlərinin son qiymətləri hansılar olacaq? Hal-hazırda A 12, B 13, C isə 14-dür. Burada deyir ki, A-nı bərabər elə A plus B-yə. A-nın yeni qiyməti olacaq, deməli, bərabərdir. A-nın yeni qiyməti. A 12-dir, B 13-dür. 12 plus 13, 25. A-nın yeni qiyməti 25-dir. Bu zaman B-nin yeni qiyməti nəyə bərabər olacaq? A plus C-yə. A-nın yeni qiyməti məndə nə oldu? Deməli, A-nın hələ ki burada yeni qiymətindən istifadə etmirik. Çünki növbəti sətirdə artıq yeni qiymətdən istifadə edirik. A-nın köhnə qiyməti 12 və 14. Bu ikisini toplayanda mənə verəcək 26. Aha, belə. Bunu aldım. İndi keçirəm növbəti B, C-yə bərabər. B-nin yeni qiyməti, baxın, bu səfər nə olacaq? B plus A-ya. B-yə almışdım 26, A-ya isə 25 almışdım. Toplayıram, bu edəcək, mənə verəcək. Deməli, 51 B-nin yeni qiymətidir. C-nin yeni qiyməti isə C bərabərdir, məndə olacaq B plus C. B 26 idi, C də dəyişməyib 14-dür. 26 ilə 14-ü toplayacağım, 0, 30, 40. Deməli, ən sonda A-nın qiyməti məndə olacaq 25, ən son 25 almışam. B-yə ən son 51 almışam və C-yə isə ən son 40 almışam. 25, 51 və 40. Növbəti suala keçək. Üçüncü sualımız buradadır. Deməli, məndə deyir ki, 10 elementi olan A siyahısının müsbət elementlərinin ədəd ortasının tapılması proqramının son sətrində hansı ifadə olmalıdır? Yəni, bu son sətrimdə mənim ədədi ortam çıxmalıdır. Proqrama ümumilikdə baxıram. range nə deyir? 0-dan 10-a qədər deməli rəqəmlər verəcək də. Yəni 0, 1, 2, 3 olacaq, bir dəfə 4, 5, deməli 6, 7 və 8, 9-da dayanacaq 10-a qədər dediyi üçün. Və burada nə edəcək? A siyahısımızın bir-bir elementlərini götürəcək. Əgər 0-dan böyükdürsə, nə edəcək? Bunu həmin siyahının elementlərini cəmləyəcək və ən sonunda isə burada K nədir? Hər səfərində bir-bir artdığı üçün saydır. Deməli, məndə M cəmimdir, K isə sayımdır. Və məndən ədədi ortanı istədiyi üçün biz də bilir ki, ədədi ortada cəmin saya bölünməsindən alınan nəticədir. Yəni, M-in K-ya bölünməsindən alınan nəticə olmalıdır ən sonda. Deməli, ən sonuncu sətrimizdə sətir nəyə bərabər olmalıdır? M bölünsün K-ya. Yəni, cəm bölünsün deməli sayımıza. Burada cavab olacaq C variantı. Növbəti suala baxaq. Biraz istərdim ki, tam görünə 4-cü sual. Çünki biz burada istifadə edəcəyik. Aha, 4-cü sual belədir. N elementi olan A siyahısını emal edən proqram fraqmentinin təyinatını müəyyən edin. Gəlin baxaq.
N məndə nədir? Saydır. Əla. Deyir ki, len a-ya bərabərdir. A da hər hansı bir siyahıdır da, fərqi yoxdur. Məsəl üçün, özünüzdən bura siyahı tərtib eləyə bilərsiniz ki, tutaq ki, 1, 2, tutaq ki, -6, -3, 4 və s. Özünüzdən bir siyahı verdiniz. Və len a bunun cəmidir. Burada məndə 5 dənədir. Məsəl üçün deyirəm də, fərziyyə ilə görə bu proqram nə iş görür? 0-dan 5-ə qədər bir addımdan. Deməli, bir dəfə 0 alacaq. 1, 2, 3 və 4 qiyməti alacaq. Məsəl üçün 0-da. A sıfırıncı elementim məndə 1-dir. 1 böyükdürmü 0-dan? Deyəcəm, bəli. O zaman nə edəcək? Cəmləyəcək. S-im əvvəldə burada 0-dır. Burada qeyd olunmayıb, amma əvvəlcədən 0 qiyməti verilir. Deməli, S-im məndə 0 olsa, A1-in 0-cı elementi üzərinə gəldikdə 1 edəcək. Sonra yenidən bir qiymət üçün yoxlayıram i-nin. Birinci element məndə 2-dir. 2 böyükdürmü 0-dan? Bəli. O zaman 1 plus 2 mənə verəcək 3. Təzədən üçüncüyü 2 qoyacam. İkinci element məndə, baxın, -6-dır. Deməli, məndə ikinci element -6-dır. Deyəcəm, -6 böyükdürmü 0? Xeyr. Bu zaman keçib sayı hesablayacaq. K-nın əvvəlki qiyməti burada 0-dır. Deməli, plus 1 hər səfərində artanda nə olacaq? Sayı bildirəcək. Deməli, nə aiddir? Proqram nə iş gördü? Deməli, müsbət elementləri cəmləyir, amma mənfi elementlər də nə edir? Sayını tapır. Amma burada bir şeyə diqqət etməliyəm. Burada böyükdür, bərabərdir deyil. Böyükdür, bərabər də olsaydı, mən deyərdim ki, mənfi olmayan elementlər deyərdim. Amma burada sadəcə deyirəm ki, müsbət elementlər. Və yaxud da ki, deyirəm ki, mənfi olmayan element deyə bilmirəm. Çünki burada bərabərlik yoxdur. Plusdakı else-də nədir? Else-də artıq 0 olduğu halda da, yəni 0 böyükdürmü 0, xeyr olduğu halda da düşür. Yəni, müsbət olmayan elementlərini cəmləyəcək. Deməli, A siyahısı sayını tapacaq. Deməli, nə oldu? A siyahısında müsbət olmayan elementlərin sayını, müsbət elementlərin isə cəmini. Variantlara baxıram. Deyir, A siyahısında müsbət elementlərin cəmini və sayını. Xeyr. A siyahısında müsbət elementlərin cəmini, müsbət olmayan elementlərin sayını tamamilə doğrudur. Nəyə görə müsbət olmayan? Çünki burada əgər 0 halı olsa belə mən S-yə keçməli olacam. Biz də bilirik ki, 0 nə mənfidir, nə də ki, müsbət. Növbəti suala keçək. Beşinci sualımız belədir. Verilmiş məntiqi ifadəni sadələşdirin. Gəlin sadələşdirək. Biz bilirik ki, burada B, biri normaldır, digəri isə onun əksidir. Yəni, B tutaq ki, 1-dir və yaxud da ki, onun inkarı olacaq 0. Və yaxud da ki, B 0-dir, inkarı olacaq 1. Və təbii ki də burada məntiqi toplanma işarəsi var. Məntiqi toplamada 0, 1-in toplanması, yəni biri nə olsa, digər onun əksidir də. Bunların cəmi zaten normalda 1 verəcək. Hər ikisi 0 olma ehtimalı yoxdur, çünki biri digərinin inkarıdır. Bu mötərizəmin içərisi mənə 1 verəcək və bu isə məntiqi vurma əməlidir. Hər hansı bir ədədi də mən əgər 1-ə vursam, əgər bu A məndə 0 olsa, cavab 0 eləyəcək, 1 olsa 1 eləyəcək də. Çünki 1-i 1-ə vuranda yenə 1 eləyəcək, amma A 0 olsa 0-ı 1-ə vuranda yenə nə olacaq? Cavabım 0 olacaq. Deməli, bu işarəm mənə nəyi verdi? A-nı verdi. Bura qədər mən A-nı aldım. Aha, implikasiya. Bu hissədə isə ilk birinci məntiqi vurma əməli bildiyiniz kimi yerinə yetirilir. Əgər B 1 və yaxud da 0 fərqi yoxdur da, nə olsa, biri 1 olsa, digəri mütləq şəkildə 0 olacaq. Çünki bir-birinin inkarıdır. Biz də bilirik ki, biri 0-a, 0-ı 1-ə vurduqda hər iki halda cavabım 0 eləyəcək. Və istənilən ədədi, baxın, toplama işarəsidir. Bura 0 verdi. Və məntiqi toplama. B əgər nə olsa, qiymət odur. 0 olsa, məsəl üçün 0-ın inkarı tutaq ki 1-dir. 1, cavab nə olacaq? 1 olacaq. Və yaxud da ki 0 verirəm. 1, 1 plus 0, yenə 0. 0 oldu, 0 plus 0. Yəni nədən asılıdır burada qiymət? Tamamilə B-nin inkarından asılıdır. Nə olsa odur. Deməli, bunları toplayanda cavab verəcək nə? B-nin inkarına. A implikasiya B-nin inkarı. Burada olacaq cavab C variantı. Növbəti suala baxaq. Deməli, dördüncü sual.
buradadır. Bu 4-cü sualda əvvəldən izah etdik sıralamadan. Eybi yox. Problem deyil. 6-cı suala baxaq. Daha sonra isə qalxıb 7-ci suala baxarıq. Bunu biraz kiçiltmək istəyirəm ki, siz ekranda tam görəsiniz. Deməli, A siyahısının emal edən proqram fraqmenti üçün hansı fikirlər doğrudur? Gəlin baxaq. Əvvəlcə mənə nə deyir? Proqramma baxıram. Bu şəkildə bir proqramdır. Hər hansı bir, deməli, I A siyahısının elementlərindəndir və hansı halda, baxın, I kiçik bərabərdir 0. Yəni, müsbət və yaxud da ki, 0-a bərabər olan hallarda nə edəcək? Daha doğrusu, 0-dan kiçik olan bütün hallarda, biz bilirik ki, mənfi hallar daxı, 0-dan kiçik və yaxud da 0-a bərabər, yəni müsbət olmayan elementlər olduqda i-ni çapa verəcək. I də bizdə burada siyahının elementləridir. Gəlin baxaq. Deyir, i dəyişəni A siyahısının elementlərini birbaşa müraciət edir. Bəli, i siyahısı, baxın, i A-ya birbaşa müraciəti var burada. Bir doğrudur. I dəyişəni A siyahısının elementlərinin indeksinə müraciət edir. Xeyr, birbaşa dedik ki, özünə. 2 getdi. 3-ə baxıram. Fraqman A siyahısının ilk mənfi elementlərini çap edir. İlk mənfi mi elementlərini çap edir? Biz burada baxdıq axı ki, təkcə mənfiyə yox, 0-a bərabər olan halını da çapa verir. Deməli, bunu da çıxardacağım. Proqram A siyahısının ilk müsbət olmayan, baxın, müsbət olmayan, bəli, artıq burada 0 da var. Müsbət olmayan elementlərini nə edir? Çap edəcək. Daha sonra 5-ci proqram A siyahısının bütün müsbət olmayan elementlərini çap edir. Bütün müsbət olmayan. Bu zaten ümumilikdə siyahının hamısıdır, nəzərdə tutulur da. Proqram A siyahısının ilk müsbət olmayan elementlərini, nömrəsini çap edir. Xeyr, nömrəni çap etmir. Burada deməli nə olacaq? 1 və 4 cavab oldu nə? A variantı. Növbəti suala baxaq. 7-ci sualımız buradaydı. Biraz yaxınlaşdıraq. Deməli, proqram fraqmentinin icrasından sonra A siyahısının elementləri hansı formada çap olunacaq? Gəlin baxaq. A siyahısının elementi hal-hazırda boşdur. I-range 1-dən 15-ə qədər 3 addımdan. Hansılar olacaq? 1, 4, ondan sonra 3 plus 7, 10, 13 və növbəti addımda artıq 15-i keçdiyi üçün götürmürəm. Nə edəcək? Append 2-yə vuracaq hər səfərində. O zaman A siyahısının elementləri olacaq. 2, 8, 14. Bu tərəfi silim ki, siz uşaqçılıq etməsin. Deməli, 13-ü biraz aşağıdan yazacağım. Bircə dəqiqə. Deməli, I oldu neçə? 1, 4, 7, 10 və 13. Və o zaman dedik ki, bunları 2-yə vurub yazacaq. Olacaq 2, 8, siyahını bura götürdüyümüz hər bir i-nin qiymətini də 14, 20 və 26. A siyahısı doldu. İndi deyək ki, i 1-dən 5-ə qədər, yəni 1, 2, 3, 4 qiyməti alacaq. Nə edir? Birinci i-nin bir qiymətini götürürəm. Deyir, A birinci element. A birinci element məndə nədir? 8-dir. Bu 0, 1, 2, 3 və 4-cü elementdir. Birinci elementim 8-dir. 8-i 2-yə bölündə qalıq 0 mədir? Deyirəm, bəli. Bu zaman deyir ki, onda A birinci elementi bərabər elə. A birinci element üstə gəlinsin 1. A birinci element 8-dir. Üstə 1 gələndə mənə edəcək 9. Deməli, mənim siyahımda bu hissədə birinci yerdə olan elementim olacaq neçə? 9 qiymətini alacaq. 8-in yerinə 9 olacaq. Siyahım hələ ki bu şəkildədir. 2, 9. İndi deyir ki 2. İkincini götürürəm. Yəni 14. 14-ü 2-yə böləndə qalıq 0 edir. Bəli. O zaman deyir ki, A ikinci elementi, yəni 14-ün yerinə 14 plus 1, yəni 15-i əlavə et. Növbəti səfər 15 olacaq.
Bu səfər 3 götürürəm. 3-cü element 20-dir. Bu səfər 20-ni 2-yə böləndə qalıq 0 edir. Bəli, 20, yəni üzərinə bir vahid artıracağam və mən A3-cü elementim dəyişəcək, olacaq 21. Və daha sonra isə 4. 4-cü elementim məndə 26-dır. 26-yı 2-yə böləndə qalıq 0 mı edir? Bəli. O zaman A4-cü elementim dəyişəcək, 26 plus 1, yəni 27 olmuş olacaq. Çapada siyahımın, A siyahımı çıxartmağını istəyir. Deməli 2, 9, 15, 21, 27 çapa getmiş olacaq. Növbəti suala baxaq. 8-ci sualıma baxaq. 8-ci sualında deyir ki, hansı HTML tagi web səhifəsində üfüqi xətt çəkmək üçün, baxın, üfüqi xətt çəkmək üçün hər zaman ya HR, ya BR düşünürlər, amma BR zat və bir sətir aşağı, bir səhifə aşağı nəzərdə tutulduğu üçün BR deyil. Bunu çox vaxt yanlışlıq edirlər və düşünürlər ki, HR ilə sadəcə cədvəl düzəltmək olur. Xeyr, HR ilə üfüqi xətt çəkmək də olur. Növbəti suala keçək. Deməli, 9-cu sualımız. 9-cu sualımız belədir. Deyir ki, Uploga proqramın icrasından sonra ekrana hansı nəticə çıxacaq? Baxıram, X dəyişənim XY-dir, 500 və 400-dür. Deyir, əgər 500 400-dən böyükdürsə, onda X bərabərdir Y. Yəni, məndə həqiqətən də 500 400-dən böyükdür, onda əks halına baxmayacağam və sadəcə bu X-in qiymətini Y-ə bərabər götürəcəm. X-im olacaq bu zaman 400, Y-imin qiyməti də dəyişməyib də, Y bərabərdir, 400 olduğu kimi qalacaq. Deyir, yaz X və Y-i. X-im 400, Y-im 400. Burada cavab olacaq A variantı. Növbəti sualı keçək. Deməli, belə. 10-cu sualımız. Deməli, aşağıda verilən alqoritmin icrasından sonra X dəyişəni 50 qiymətini alır. Ən son X-imiz burada 50 alıb. Y dəyişəninin başlanğıc qiyməti, yəni buradakı qiymət mənə lazımdır. Gəlin, yuxarıya qaydaq. Deməli, bu ifadənin, yəni bu ifadə necədir? Ən son 50 bərabərdir, X vurulsun 2 formasında olub da bu. Düzdür? Buradan mən X-imi təyin edə bilərəm də. X bərabərdir neçəyə? 25-ə. Deməli, X əvvəlcə burada 25 olub. Buradakı X-in qiyməti elə zaten buradakı X-in qiyməti deməkdir. Yəni, 25 bərabərdir, X vurulsun X-a. Hansı 2 ilə X-i bir-birinə vursam 25 eləyər? Təbii ki, nəyi? 5-i. Burada X-in 5-dir. Burada tapdığım X-in qiyməti isə eyni qaydada burada tapdığım X-in qiyməti deməkdir. O zaman bunu necə yazaram? Ora 5 almışam axı artıq. Gətirib yerinə yazıram. 5 üstə gəlinsin Y bərabərdir 3-ə. Buradan da eyni qaydada Y-i təyin etsəm, Y bərabərdir mənə nə verəcək? Deməli, keçirəcəm o tərəfə 2. Bu qədər. Mənə zaten əvvəlki bir dəqiqə X bərabərdir Y plusdur bu. Və ən sonda da nə almış olacam? 2 qiymətini almış olacam. Belə, əziz müəllimlər, növbəti sual izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.